Herkese salam. Bugün Create for Small Summative 3, yəni sinif 4 kiçik summativ qiymətləndirmə 3-ü izah edəcəm. Gəlin birinci suala baxaq. Choose the correct variant, düzgün variantı seçin. İndi cümləni oxuyaq. In the morning. In the morning səhər. Yəni səhərdə. Variantlara baxaq. Arda uşaq yatır. Bu gecə vaxtı olur. Bu yanlışdır. B'də uşaq yuxudan oyanır, yuxudan ayılır. Bu doğrudur çünki səhərdir. C'də isə gecə vaxtıdır, ay və ulduzlar var. Bu yanlışdır. Choose the correct variant. Düzgün variantı seçin. What time is it? What time is it? Saat neçədir? Saat neçədir? Gəlin varianta baxaq. I am Kamal. Bu yanlışdır. Çünki sizdən saatı soruşanda mən Kamalam deməzsiniz. Ona görə bu yanlışdır. It is Monday. Bugün birinci gündür. Bu da yanlışdır. Çünki saati soruşur. İkincidə C variantında it is 12. Yəni saat 12'dir. Bu doğrudur. Çünki saat soruşur. D variantında it is summer. Yaydır. Bu da yanlışdır. Saat değil. Choose the correct variant. Düzgün variantı seçin. Jack eats breakfast. Jack səhər yeməyi yeyir. Gəlin A variantına baxaq. A variantda uşaq ət yeyir. Səhər ət yeməzlər. C variantında uşaq şorba içir. Yanında fərqli nəsə var. Bu da deyil. B variantda uşağın yanında süt var. Pendir var. Ona görə bu doğrudur. Səhər yeməyi yeyir. Dördüncü sual. Choose the correct variant. Düzgün variantı seçin. It is 8 a.m. It's time to eat. Saat 8'dir və yemək vaxtıdır. Nöqtə. Gəlin C variantına baxaq. C lunchdır. Yəni günorta yeməyi yox. Saat 8 a.m. Yəni saat səhər 8'dir. Dinner akşam yeməyidir. Bu da deyil. Breakfast səhər yeməyidir. Bu doğrudur. Write the words in the correct order. Düzgün ardıcılığa görə sözlər yazın. Burada what, birinci what gələcək. Sonra time gələcək. Sonra is gələcək. Sonra da it gələcək. What time is it? Keçək 6-cı suala. Which month has 31 days? Hansı aylarda 31 gün var? Gəlin baxaq. May ayı. May ayında 31 gün var. Bu doğrudur. 2 fevral yəni February. Orada 28 gün var. Bu yanlışdır. 3. January. Yanvar 31 gün var. Bu doğrudur. April'da 30 gün var. Bu yanlıştır. Noyabr'da da 30 gün var. Bu yanlıştır. Keçək 7-ci suala. Choose the correct variant. Düzgün variantı seçin. In the morning, səhər, yəni səhərdə mən get up, eat breakfast, go to bed, eat dinner, eat lunch. Eat lunch günorta yeməyi yeməkdir. Bu yanlışdır. Çünki səhər günorta yeməyi yeməzlər. Eat dinner da axşam yeməyi yeməkdir. Səhər axşam yeməyi yeməzlər. Go to bed yatağa getmək, yəni yatmaq mənasındadır. Bu da deyil. Eat breakfast səhər yeməyi yemək. Bu doğrudur. I get up oyanmaq. Bu da doğrudur. 1, 2. In the morning I get up. Səhər mən dururam. In the morning I eat breakfast. Match birləşdir. 8 a.m. 8 a.m. saat səhər 8'dir. Bu it's morning, yəni səhər olacaq. 9 p.m. saat gecə axşam saat 9'dur.
Bu olacaq it's evening, yəni axşam. 12 a.m. 12 a.m. gecədir. Yəni gecə saat 12 olanda 12 a.m. olur və buna ingilislər midnight deyir. Ona görə doğru cavab olacaq it is midnight. 9. Match the sentence. Cümlələri birləşdir. What time is it? Saat neçədir? Yəni it's in December. Bu dekabrdadır. Yanlışdır çünki saat soruşur. It is 12:30. Bu doğrudur, saat soruşur. It is March 1st. Bu yanlışdır. What is the date today? Bugün ayın neçəsidir? Burada olacaq it's in December. Bu yanlışdır. Yəni dekabrda deyə ayın tarixi olmur. It is March 1st. Martın 1-idir. Bu doğrudur. When is your birthday? Sənin ad günün nə vaxtdır? It is in December. Dekabrdadır. 10. Read the text and answer the questions. Mətni oxu və suallara cavab ver. It's 6 in the morning. Sam and Anna get up, get dressed and eat breakfast. At 8 o'clock they go to school. At noon they eat lunch at school canteen with their friends. Children do their homework in the evening. After finishing their lesson, they watch cartoons on the TV. At 9 o'clock they go to bed. It's late and it is time to rest. İndi gəlin tərcümə eləyək. Saat səhərin 6-sıdır, yəni saat 6-dır. Sam and Anna get up. Onlar Sam və Anna durur, paltarlarını geyinir və səhər yeməyi yeyirlər. Saat 8-də onlar məktəbə gedirlər. Günorta vaxtı onlar məktəbin kantinində dostları ilə günorta yeməyini yeyirlər. Onlar axşam ev tapşırıqlarını edirlər. Dərslərini bitirəndən sonra televizorda çizgi filmə baxırlar. Saat 9-da onlar yatağa gedirlər. Bu gecdir və istirahət vaxtıdır. Gəlin indi suallara cavab verək. What time do Sam and Anna get up? Doğru cavab burada 6-dır. Çünki burada deyir ki Sam and Anna get up. Where do they eat their lunch? Onlar harda günorta yeməklərini yeyirlər? Bu da B olacaq. At school canteen. Write the opposite of word morning. Morning sözünün əks mənasını yazın. Burada olacaq evening. Yəni axşam. When do they do their homework? Nə vaxt onların ev tapşırığını edirlər? Burada da evening, yəni axşam. Okay, see you later.